Marniyuli Bələdiyyəsinin Qızıl Haclı İnzibati Ərazi Vahdliyində it sığınacağının tikintisi üçün layihə smeta sənədlərinin hazırlanmasına dair tender başa çatıb. Təxmini dəyəri 200 min layir olan satın almanın qalibi Gondolini şirkəti olub. Şirkət layihələndirmə işlərini 90 min layirəyə həyata keçirəcək və müqavilə artıq imzalanıb. Layihəyə əsasən sığınacaqda 150 heyvan üçün yay və qış volyerləri, baytarlıq klinikası, laboratoriya, karantin binası, inzibat və köməkçi tikililər, həmçinin avtodayanacaq, krematorium və heyvanların gəzintisi üçün açıq sahələr inşa ediləcək. Bununla yanaşı layihə yerli sakinlərin narazılığı ilə müşayiət olunur. Qızıl Haclı kəndinin bir qrup sakini daha əvvəl sığınacağın yaşayış məntəqəsinə yaxın ərazidə tikilməsinə etiraz edib. Bunun təhlükəsizlik, sanitar vəziyyət və yaşayış şəraitinə mənfi təsir göstərə biləcəyini bildirib. Buna baxmayaraq layihənin icrası davam etdirilir. Ne yaparsınlar? Kim işte sevir. Biz de severiz. Düz deme. Biz o derecede sevmiyoruz. Sevenler, ötlere yazığı gelenler yaparsınlar. Yurdunda, məskanında saxlasın. Əgər bilməzsinizsə, xalqın müneniyası heç kim razı deyil o işə, heç kim. Gəlib borçalıyam gətirələr. Biz de yığanıq mı? Qeyd edək ki, Marniyuli meriyası sığınacağın tikintisi üçün Qızıl Haclı İnzibati ərazisində yerləşən 9917 kvadrat metrlik torpaq sahəsini 3 il müddətinə Milli Qida Agentliyinin müvəqqəti istifadəsinə verib. Bununla bağlı müqaviləni bu ilin 15 iyun tarixində Marniyuli meri Daur İsmailov Qida Təhlükəsizliyi Agentliyinin Qvemkartli regional xidmətinin rəhbəri Miranqula Lipartelyan ilə imzalayıblar.